Dəyərli dostlar, sizə növbəti məsələni təqdim edirəm. Məsələnin şərti belədir. Yay gündönümü vaxtı cənub yarımkürəsində günəş şüalarının 23,5 dərəcə bucaq altında göründüyü enliklə Bakı şəhəri arasında ən qısa məsafəni kilometr ilə müəyyən edin. Dostlar, biz bu məsələni ardıcıllıq üzrə addımlarla gedəcəyik. Birinci tapacağıq ki, o hansı məntəqədir ki, yay gündönümü vaxtı cənub yarımkürəsində yerləşir və ora günəşin düşmə bucağı 23,5 dərəcəyə bərabərdir. Yadımıza salaq ki, yay gündönümü vaxtı 22 iyun tarixinə təsadüf edir. Bu vaxt günəş şimal tropikində zənitdə olur, yəni 23,5 dərəcə şimal enliyində zənitdə olur. Bu vaxt şimal yarımkürəsində yay fəsli daxil olur. Və diqqət edək, əgər günəşin zənitdə olduğu məntəqə ekvatordan şimalda yerləşirsə və məsələnin şərtində qeyd olunan məntəqə ekvatordan cənubda yerləşirsə, o zaman günəşin düşmə bucağının düsturunda 90 dərəcə çıxılsın mötərizədə A plus minus B düsturunda mötərizə daxilindəki ifadə müsbət, yəni plusla götürüləcək. Çünki hər iki məntəqə ekvatora nəzərən başqa-başqa tərəflərdə yerləşir. İndi isə həmin düsturu tətbiq edək. Məsələnin şərtinə görə, əgər günəşin düşmə bucağı həmin enliyə 23,5 dərəcədirsə, o zaman həmin enliyi tapmaq üçün bu düsturu tətbiq edə bilərik. 90 dərəcə çıxılsın, mötərizədə günəşin zənitdə olduğu məntəqə, yəni 23,5 dərəcə şimal enliyi nəzərdə tutulur. Üzərinə gələk, günəş şüalarının düşdüyü məntəqə, hansı ki bizdə həmin enlik məlum deyil, bunu x qəbul edirik, bərabərdir 23,5 dərəcə. Bu düsturu hesablamağa çalışaq. X bərabərdir 43 dərəcə. Deməli, günəşin yay gündönümü vaxtı 23,5 dərəcə bucaq altına düşdüyü məntəqə 43 dərəcə cənub enliyi yerləşir. Deməli, biz tapdıq həmin məntəqəni. Bu məsələnin birinci addımıdır. İkinci addımı həyata keçirək. Bilirik ki, Bakı şəhəri 40 dərəcə şimal enliyində yerləşir. Qeyd olunan məntəqə isə 43 dərəcə cənub enliyində yerləşir. Əgər verilən məntəqələr ekvator xəttinə nəzərən başqa-başqa tərəflərdə yerləşirsə, onlar arasındakı dərəcə fərqini tapmaq üçün onların dərəcələrini toplamaq lazımdır. Yəni, Bakı şəhəri ilə həmin məntəqə arasında 83 dərəcə fərq mövcuddur. Bu məsələnin ikinci addımıdır və biz nəhayətində tapmışıq ki, Bakı şəhəri ilə həmin məntəqə arasında 83 dərəcə fərq vardır. İndi isə məsələnin şərtinə görə bizdən tələb olunan məsafəni, yəni kilometri hesablayaq. Biz bilirik ki, 1 dərəcə meridian boyunca 111 kilometrə bərabərdir. Əgər belədirsə, o zaman 83 dərəcə bərabərdir 83 vurulsun 111 kilometr. Bunu hesablayaraq tapırıq ki, bu hasilin cavabı 9213 kilometrə bərabərdir. Dəyərli dostlar, bu bizim axtardığımız cavab idi. Biz tapdıq ki, yay gündönümü vaxtı cənub yarımkürəsində günəş şüalarının 23,5 dərəcə bucaq altında düşdüyü enlik 43 dərəcə cənub enliyidir və həmin enlik ilə Bakı şəhəri arasındakı dərəcə fərqi 83 dərəcədir və
Həmin dərəcəni də 1 kilometrə çevirərək tapdıq ki, bu məsafə kilometrdən 9213 kilometrə bərabərdir. Bu bizim axtardığımız cavabdır.